Uşaqlar ilk önce diyeyim ki burada olan bir şey koparttım indi onu. Uzun tüküymüş. Allah belamı versin. O videoda görsenler yani rahatsız olmayın bunlar. Neyse video bakın. Devam edeyim. Welcome to India. I am transgender. I don't have any. Fuck me. Herkese salam. Necəsiz uşaqlar? Edit falan yəqin qoyaram aralara. Bir ay ya da 2 aydır ki video atmıram. Bunu da kimsə izləməyini və yaxud da baxmağını da istəmirəm. Yəni sırf biraz içimi tökəcəm. İlk öncə Türkiyəyə gəlmişəm. İlk öncə bunu deyim. Türkiyəyə necə gəldim? Bir gün otururdum evdə. Yattım durdum. Neyse. Bir gün iş axtarırdım. Atamın şirkətindən geri qayıtmışam. Orada işləmədim. Sevmədim. Soyuğu sevmirəm. Atamın şirkətdə Qarabağdadır və orada buz kimi olur. Həqiqətən soyuq olur. Bu arada saqqal heç o deyil daha yəni. Çox pis gündəyim. Neyse. Atamın şirkətindəydim. Orada biraz işlədim. Sonra işləmədim, dala qayıtdım. Sonra iş axtarışına keçdi. Bir dənə psixoloqum var, onunla tez-tez danışıram. Adım Mehindir. Onunla çox tez-tez danışırdıq. Bir ara hədsiz dərəcədə danışırdıq. İndi danışmırıq. İşimə görə. Yəni bu vaxtı belə, yəni birazdan zəng belə gələ bilər ki, müştəri gəldi, geri qayıtdı. Neyse. Psixoloqumla danışırıq. Neçə illərdir işsizlikdən əziyyət çəkdiyimi, işləyə bilmədiyimi bilir. Yəni işləyə bilmirəm də qısaca. Yəni işləmək mənə görə deyil. Neyse. Söhbət elədik. Özümə portfolyo hazırladım. Sizin dildə deyim, CV hazırladım. Bütün nəşriyyat evlərinə göndərdim Azərbaycandakı. Və müdürü nəşriyyat evi sağ olsun mənə şans verdi və müdür nəşriyyat evi ilə müqavilə bağladım. Hər dizayna 15 manat. Təbii ki bu da azdır 15 manat, çünki mən əsasən kitab oxuda işlədiyim zamanlar hər dizayna 50-60 manat məbləğ alırdım. Ancaq dedim ki hər gün iş olsa, yəni skret pulumu çıxara bilərəm. Biraz da kreditlərim var, onları ödəyərəm. Sonra dostumla telefonda danışırıq. Birdən buna zarafatla dedim ki, mən Türkiyəyə gəldim, mən qalacaq yerim yoxdur. Əslində qalacaq yerim var, xalam Türkiyədədir. Ancaq o yanına getmək istəmədim. Neysə. Zarafatla dedim ki, belə-belə də mən Türkiyəyə gəldim, mən qalacaq yerim yoxdur. Dedi, sənin qalacaq yerin narahat olma var, gələ bilərsən. O zəngi keçəndən sonra getdim özümün bilet aldım. 191 manada. Atamı da bu arada aldattım. Dedim 200 manat, 300 neçə manatdır bilet. Atamla biraz pul koparttık. Neyse. Bileti aldım. O 10 gün mən bileti ayın 28'i almışdım. Yoksa 29'umu almışdım. Mesela 15 günüm falan vardı Türkiye'ye gelmeye. Mən içim yiyir. Çünkü Bakıya gelip gelmişim ve Bakıda başıma yaxşı iş gəlmədi deyə mən geri qayıtdım. Mən yaxından tanıyanlar bilir. Konfet aldattılar beni. O boyda tozdan gələ bilirsən. Övlada bir mat konfet ala bilmirsən. Neyse. Gözüm. Bu edit var. Çok şükür ya. Onu koyacağım. Çox qəşəng günəş çıxdı axı. Neyse. Dostumla danışdıq. Hər şey hazır. Ancaq güvənmirəm. Dedim mən Türkiyə gedəndə başıma iş gələcək. Neyse 16 gün gəldi keçdi. Mən Türkiyəyə düşdüm və məni qarşılayacaq heç kim yoxdur. Borcum var. Leo Bank'da sağ olsun. Xəzinəyə atmışam pulu. Heç bir şəkildə ödəniş edə bilmirəm. Allahım mən nə edəcəm? Mən nə qaracağam? Neyse, heç kim də kömək eləmir. Deyirəm ki, mənə internet lazımdır ki, mən borcumu ödəyim və Türkiyəyə giriş eləyə bilim.
Heç kim deyir ki, üzrü sayın, internet var, gedib proqramlar, nə. Nəysə, bir tər həll elədim. Söyə. Bir təri həll elədim. Ancaq inanın ki, ərəblərə, İsraillərə belə bir muamilə yoxdur. Sırf Azərbaycana edildiyi muamilə İsrail və Arablara eləmirlər. Yəni nəysə onu orada gördük, nəysə çox şey danışmayım. Nəysə. Ödədim pulumu. Keçdim İstanbula. Heç aranı tanımıram. İlk gəlişimdə xalam məni qarşılamışdı. Bu səfər xalam işdədir. Mən saat 12-də inmişəm uçaqdan və mən aeroportdan çıxanda 18:00 idi. Yəni, siz düşünün də nə qədər zorluq çəkdiyimi. Çamadanım falan belə ağlımdan çıxıb ki, mənim çamadanım var. Ay insan, çamadan. Onu qoyub getmişəm, təzədən dala qayıtdım. Çamadanı götürdüm, təzədən çıxış elədim. Nəysə. A few moments later. Hər nəysə, alınmadı. Sözümü ağrıq görsün. Kompleksiniz yaradıbsınız, mən Allah belanızı versin. Ekran mesela bulanıq çəkir mənim. Səbəşdim, təmiz bir video çəkəcəm, yaddaşım doldu. Nəysə, bəyək yaddaşım doldu, harada qalmışdıq. Nəysə, İstanbuldan düşdüm, borcumu ödədim, girdim İstanbula. Heç kim qarşılamır mənim. Ay Allah, neyəcəm, nə qıracam? Bəyək bunları danışdım. Getdim Şirin evlərə. Dostum demiş ki, ora gələrsən. Düşmüşəm, tam 2 saat keçdi, artıq 20:00 oldu. Dostum yoxdur orada. Mesajlar təxətdir. Ancaq profil şəkli görsən. Dedim, nəysə. Mənə əsəb gəldi, xalam yığdı ki, hardasan? İnternet tapmışdım bu arada. Xalam yığdı ki, hardasan? Dedim, xala, belə dostum gözləyirəm, işdən çıxacaq, gələcəm. Dedim, niyə sən dostunu gözləyib? Gəl, sonra gedərsən. Yəni, dedim, okey. Getdim xalam ilə. Əşyalar falan tam yerləşdirmişdim ki, dostum yığdı məni. Mən Şirin evlərdəyim, hardasan? Nəysə, getdim dostumun təzədən yanına. Çamadanımı falan xalam ilə qoydum. Getdim ora. Story falan paylaşdım, işte yemək falan yedik, kofe içirik. Hər şey alasındadır və qalacaq yerimi hələ bilmirəm. Harada? Mənə dostum deyib ki, sənin ev tutmuşam. Addelinə, ikimiz qalacaq, dedim, əladır. Pul da verməyəcəksən falan filan. Laf yaxşı. Hamısı bir yalan. Nə ev tutulub, nə bir şey, heç nə yoxdur. Allahdan üstümdə pul var. Dedim, ya səbir, ya Allah, getdim otelə. Otelin falan pulunu ödədi. 1 hour later. Yaddaşım yenə daldı və yenə gəldim. Ya səbir. Hə, orada qalmışdıq. Getdik otelə, girdik. Otel var, apamadı kalsa ama dedim işte işe gidelim. Story falan paylaştım, işte dostlarım yazdı. Pulu tapıbsan, neyiniyibsən, nə bilim nə. 2 gün otelde qaldım. 3-cü günü dostumla oteldən çıxış elədik. Mən xalam gilə getdim oturmağa. Sonra axşam yenə oteldə gəlib qalacaqdıq. O dostumu axırın səfər elə orada gördüm. Ama sonra görmədim. Hər dəfə kameranın başladığında güneşin çıxmağı. You make me this, bring me up, bring me down. Nəysə. Dostum yoxa çıxdı. Allahım, uşaq yoxdur. Mən neyniyəcəm, nə qaracam? Xalam dilə yük olmaq istəmirəm. Mən xalam üçün ki, biraz əsəbi biridir. İşləməyəndə falan, yəni nəsə də insan sevmir, belə deyəm. Yəni qadın tək qalmaq istəyir, insan sevmir və anlayışla qəbul edirəm bunu. Məcbur deyiləm gedib onun evində qalım. Nəysə, məcbur getdim xalam gilə. Daha doğrusu belə deyim, oteldən çıxışı verdik, getdim xalam gilə. Sonra dostumu yığdım, dedi saat 6-da Şirin evlərdə ol, mənim iş yerimə gələsən, orada mənə kömək elə, təzədən otelə qayıdaq. Dedim, okey. Saat 6-da xalam gildən çıxdım, getdim Şirin evlərə. Üstümdə də bu arada 0. 60 TL vermişdi uşaq mənə, demiş ki, bunu marşruta verərsən, İstanbul kart keçərli deyil. Dedim, okey. 60 TL'ni
Nədənsə bir dənə xala gördüm. Safet satırdı. Xalaya pul çıxartdım verdim. Xalaya dedim ki, xala, mənə elə bir dua elə ki, mən bugün başıma nəsə iş gələcək. Mən iş eləməyim də. Dedi başlayır uşaq. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Melik yevmiddin iyyake na'budu ve iyyake nestaîn. İhdina sıratal müstakîm. Elamtu aleyhim gayril mağdûbi veleddâllîn. Amin. Safet verib dedim istəmirəm. Çox sağ ol. Nəysə. Getdim Şirin evlərə saat 6-da. 6-ya qalmış falan ora çatdım. Şirin evlərdə və dostuma ilk mesaj çatmır. Bir xətdir. Saat uşaqlar, saat 6-dan atsız, tualetə getməmiş, yəni belə deyim, VC-yə getməmiş şəxsi düşünün. Allahım mən neyniyim? Xalam yerə getmək istəmirəm. Şimdi xalam demiş ki, getmə, qal. Mən dedim ki, yox, gedəcəm. Nəysə. Getdim saat 6-dan düz yenə sürüşürəm. Saat 6-dan saat axşam 3-ə kimi mən dostuma yığıram. Dayanmadan ancaq. Zaten falan artıq keçir. Otel əlimdə çamadanlar, yəni otelə qoyub çıxmışdıq ki, gəlini götürəcəyik. Əlimdə çamadanlar, koftan bu arada otel işçiləri uğradı. Çox sağ olun Şirin evlərin Bulu oteli, çox sağ olun. Nəysə, mavi otelin qabağındayım. Deyirəm ki, mənə xahiş edirəm internet verin. Mən dostumu yığa bilim də. Çünki digər internet tutduğum yer bağlandı ora. Pulsuz idi, o da bağlandı, internet keçirildi. Heç kim mənə kömək eləmir. Axırda kişi yazığı gəldi. Neçə gündə orada qaldıq, xeyir vermişik. Dedi, yaxşı, interneti verdi. Açmır. Dostumun Instagramı məndədir, telefon işləmir deyə. Mənə dəydi, dostlarına yazıram. Onlar deyir, bilmirik. Təzədən onun adından birindən pul istədim. Məcbur idim, çünki qalacaq yerim yoxdur və cebimdə bir qəpik qalmayıb. Instagramdan çıxış verildi. Dedim, da yəqin mən aldatdı da bu. Saat 3-də mamama yazdım ki, belə-belə mənə pul lazımdır. Uşaq ortada yoxdur. Mamam dedim ki, yoxundur. Çünki mamaya bayağı külli miqdarda üstündən kredi qoyub getmişdim. İndi onları ödəyirəm. Nəysə, mama dedi ki, yoxundur. Onsuz da səhərə kimi arvadlarla olub, çöldəyəm. Dedi, get xalan gələ, dedim, gedəsi deyirəm. Təzən telefonum keçdi. Dedim, nəysə də xalam gələ geldim. Getdim xalam gələ, saat 4-də artıq. Qapını döydüm, xalam mənə açdı, yuxulu, özü də şoka düşdü ki, nə əlaqədə. Bir saat da xalam mənə yerim açdı, saat 5-dir və xalam saat 12-də işə gedəcək. Əsəbi qadın. Nəysə. Dedim, olan oldu, keçən keçdi. O səhərə qədər o qədər dua elədim ki, Allahım mənə bir çıxış yolu göstər. Mən fərqli bir evdə qalım. Fərqli yer də ola bilər. Sonra bir dənə dostum var, Can. Ona yığdım. Bu arada başıma çox oyun açmışdı. Mən yaxın dostlarım bilir, mən nələr yaşatdı o insan. Ən pis insana belə yazmaq məcburiyyətində qaldım. Yazdım, sağ olsun mənə. Şu an mən Kocaeli'dəyəm və ek olaraq maaşım çox dolğundur, işim çox rahatdır, heç nə eləmirəm, sadəcə qavı yuyuram, bu qədər. Yalandır bu. İstədiyim yeməyi də yeyirəm. Kökəlmişik bu arada. Birdən kolimiz yoxdur, onu da tapmışıq. Swappies. Coronavirus. Coronavirus. Başa düşmədi avamlar. Nəysə. Oh my god. What is that? Cana yazdım ki, Can belə-belə, mənim qalacaq yerim yoxdur, mən aldatdılar. O uşaqdan da bu arada hələ də xəbər yoxdur. Mən Kocaeli'dən bir yer tapdı. Biz indi Kalburcu'da qaldıq. Ailəvi restoranda, ailə işlədir. Gəldim ora və 10 günüm çox çətin keçdi. Çünki ailəvi yerdir, insanları tanımıram. Ancaq şu an hər kəsi özlərindən belə yaxşı tanıyıram. Bu qulaq nələr eşitmədi nələr. Bu qulaq nələr eşitmədi nələr. Ancaq Zatkam ölür. Ancaq mənə nə deyib keçirəm. Maraqlı deyib heç nə mənə. Şu an işləyirəm. Hər şey qaydasındadır.
Ve ağır bunalma girmiştim. İşten çıxırdım. Sonra peşman oldum. Çünkü gedəcək yenə yerim olmayacaqdı. Bir an önce pazar günü gelse artık çünkü çok çikolata yiyesim geldi. Maaşım az idi. 12.000 TL toplayabilmiştim. Yani 10 gün ərzində falan. Ona görə məcbur getmədim. Və qaldım burada. İndi hər şey qaydasındadır. İşləyirəm. Arada bir əsəbləşirəm. Mənə əsəb dərmanı alıb gətiriblər. O da biraz ziyandır, ancaq nəysə. Onu içirəm tez-tez. Çünki tez-tez əsəbləşirəm və ağır bunalıma girmişəm. Çıxa bilmirəm. Çünki Azərbaycandan ötürü darıxmışam. Artıq bir ay 4 gündür ki Türkiyədəyəm və Azərbaycandan ötürü, Azərbaycandan deməyim, ailəmdən ötürü darıxmışam. İndi hər şey qaydasındadır. İşləyirəm, işim var. Maaşım dolğundur. Yəni bugün də ailəmə belə pul göndərəcəm. Bugün göndəriləcəkdi, görün göndərildimi? Ailəvi yerdir, çox rahatdır. Yəni balıq falan tesisidir, balıq satırıq, balıq bişirilir falan. İşte köftə, fırın yeməkləri, Türk yeməkləri də bildiyiniz. Bu qədər. Biraz dedim bu mənzərəmi də göstərim. Bura mənim çox gizli yerimdir. Bax burada videonu çəkirəm. Ay, keşke ötmezdim. Neyse. Belə bir mənzərədə sizə video çəkmək istədim. Anam çok korktum bir anda, acayip korktum. Aa, ne şey oldu? Bunu başlığa koyacağım. Kısa. Sonra da video təzədən başlayacaq. Başa düşürsünüz yəqin ki. Onsuz da görəcəksiniz hər şeyi. Montaj falan eləməyəm. Bu da iPhone-a borcum var ya mənim. Ay Allah, gör nə gün deyəm ki, iPhone-a mənim borcum var. 52 manat borcum olduğu üçün heç bir proqram yükləyə bilmirəm. Nə CapCut, nə falan, heç bir şey yükləyə bilmirəm. Qalmışam belə. İndi bu videonu uşağa atacağam. Onun kompüterində məcbur edit edib təzədən YouTube kanalıma atacağam. Başqa yolda yoxdur. Hər dəfə də yaddaşım da olur. Bax, 2 dəfə bayaq yaddaşım da oldu. Bəzi proqramları sildim. İndi o proqramları təzədən necə yükləyəcəm bilmirəm. İnşallah yüklənər. Çünki yüklənmir. iPhone pul istəyir. Allah bəlasını. Allah bəlasını vermiş. iPhone pul istəyir. Orada itim var. Mənim itim deyil, buranın itidir. Mağaz restoranın itidir. Ancaq mən hər dəfə ha vaxt bura gəlsəm, ümid edirəm ki, yenə yaddaşımda oldu. Artıq döndürdü səfər ki, mən yaddaşımda olur. Ümid edirəm ki, video bulanıq deyil. Çünki mən yüzüm nə gündədir. Bərbərə getmək üçün İstanbula getməliyəm. Düşünə bilirsiniz siz bunu. Şirin evlərdə bir dənə bərbərim var. Ya nəsib. Nəysə uşaqlar, yaddaşım yenə də oldu və yenə də olacaq. Sizlə sağollaşam. Necə danışırdımsa yadımdan çıxdı. Boş verin getsin. Gələn videoda danışarıq. Nə danışırdım ay Allah görə. Hə, Apple-a borcum olduğu üçün heç nə yükləyə bilmirəm. Montajda necə eləyəcəm bilmirəm. 2000 years later. Uşaqlar, yaddaşımız da oldu. Üzürlü sayın. Mən biraz aşağı düşüm. Çox aşağı düşdüm. Ay, çox kök görsəndim indi. A few moments later. Yaddaşım da oldu. Və yenə Instagram'dan da açdım. Mesela bulanıq kimi gəlir mənə nəysə. Uşaqlar, videonu burada yekunlaşdıraq. Mənim məzəram bu qədər idi. Qısacaq işləyirəm. Yaxşıdır hər şey. Ölməmişəm. Gələn videoda biraz vlog falan çəkərik. Dağa falan çıxarıq. Həyata təmizlik falan eləyəndə. Nəsə kişi bir şey gələcək. Nəysə, indi mən gedirəm. Yeni yaddaşım da oldu. İnşallah bu videonu da kayd eləyə bilərəm. Həm də siqaret yandırmışam, partlayıram, ölürəm. YouTube algoritması sağ olsun. Nəysə, bərbərə getmək üçün mən şirin evlərə gedirəm, İstanbula gedirəm. Təsəvvürən 6 saatlıq yol, sırf bərbər üçün. Artıq hər şeyi boşlamışam. Ay,
Tövbe bismillah. Oy bulya, dəli oldum ala. Bu var o qara şey. Dəli oldum. Nəysə sağ olun. Mən istəyirəm yemişə. Bye, bitch.